Esselamun Aleyküm və Rəhmətullah və Bərəkətuhu. Bugün mən bir daha uşqun bitkisi haqqında danışmaq istəyirəm. Çünki uşqun həm çox faydalı bir bitkidir, həm də yeni təzə məhsul yetişib, artıq bu əlimdədir, bu ilki məhsuldur. Və hər ildəkindən də daha da belə keyfiyyətlidir. Yəni belə həm yoğundur, həm ətlidir, daha da yaxşıdır. Çünki niyə? Bu il bol yağış oldu. Ona görə Allaha həmd olsun, bol yağışdan dolayı da çöllərdə nə bitibsə hamısı da belə sağlam, keyfiyyətli bitib. Uşqun bitkisi nədir? Uşqun bitkisi normalda belə insanlar tərəfindən yeyilə bilən bir bitki deyil. Yəni insanlar bunu istifadə eləmir. Sadəcə olaraq xalq təbabətin biliciləri və eyni zamanda Avropada, Amerikada xalq təbabəti biliciləri bunu elmə daxil eləmiş və tərkibi öyrənilmiş və görmüşlər ki, həddindən artıq çox faydalı bir bitkidir. Çünki tərkibində o qədər vitaminlər, minerallar, antioksidantlar var ki, bu bitkini bütün xəstəliklərdə deyiblər ki, biz bütün xəstəliklərdən daha doğrusu qorunmaq üçün biz bu bitkini mütləq yeməliyik. Və ona görə də bütün dünyada məşhurlaşdı. Çünki çox güclü iltihab əleyhinə bir xüsusiyyəti var. Çox güclü antioksidantları var. Glikozitlər var tərkibində. Bol C vitamini var. Sonra deyim sizə ki, məsələn bu bitkinin tərkibində parietin adında bir Amerikada bir dənə antioksidant tapdılar. Və gördülər ki, bu antioksidant o qədər faydalı bir antioksidantdır ki, bütün xərçəng hüceyrələrinin inkişafını sürətli şəkildə dayandırır. Və eyni zamanda bu uşqun bitkisi dediyim kimi mədə-bağırsaq xəstəliklərində, böyrək xəstəliklərində, əzələ ağrılarında, iştahsızlıqda, halsızlıqlarda, yorğunluqlarda və bir sıra xəstəliklərdə dediyim kimi bu bitkinin ekstraktından, özündən, yeyilməsindən istifadə ediblər və görüblər ki, həqiqətən də çox faydalı bir bitkidir. Və İngiltərədə bax, məsələn, İngiltərədə bir Daily Express adında bir qəzetin yazdığına görə uşqun dünyamızı xilas edəcək. Belə bir məqalə yazıb. Və bu məqalə bütün İngiltərədə böyük bir partlayışa səbəb olub ki, necə ola bilər ki, bir bitki bizim həyatımızı xilas eləsin və elm adamları da həqiqətən də izah eləyiblər ki, bəli, həqiqətən bu uşqun bitkisi o qədər faydalı bir bitkidir ki, biz bunu demək olar bütün xəstəliklərimizdə bundan istifadə edə bilərik. Amma yenə dediyim kimi, bugünkü gündə insanlarımızın ən çox yaralı olan, belə deyərdim ki, ən çox maraqlandıran şiş xəstəlikləridir. Və şiş xəstəliklərinin də həm müalicə və profilaktikasında artıq bütün dünyada uşqun bitkisindən istifadə olunur. Bu bitkinin ən deməli faydalı bir tərəfləri əlimdə tutduğum zoğlarıdır. Yaşıl zoğları, təzə yaşıl zoğları. Çünki bunun içərisində antraglikozitlər çox üstünlük təşkil edir. Eyni zamanda bu glikozitlər bunun köklərində də var. Yəni köklərini də biz qurudub dəmləməsini istifadə edə bilərik, amma yaşıl zoğlarında daha çoxdur. Və bu yaşıl zoğlarında bunun çoxluğundan dolayı biz bütün şiş xəstəliklərinin müalicə və profilaktikasında bundan istifadə edə bilərik. Deməli, Almaniyada, Avropanın bir sürü ölkələrində nə edirlər? Deməli, bu bitkini balaca-balaca doğrayırlar. Sonra götürürlər, üzərinə bir stəkan su tökürlər. Məsələn, 2 xörək qaşığı bunu balaca-balaca doğramışını götürüb atırlar bir stəkan suya və bunu blenderdən keçirirlər, elə də içirlər. Həm susuzluğu yatızdırmaq üçün çox gözəl bir faydalıdır. Dediyim kimi vitamin, mineral deposudur və ən əsası da odur ki, insanlar xərçəng olma riskindən qorunmaq üçün bundan istifadə edir. Və həm də xərçəng xəstələrinin özündə belə bu bitkinin istifadəsi bədəni çox toparlayır. Yəni bədəni xəstəliyə qarşı müqaviməti həddindən çox qaldırır. Məsələn, mən də birini də gətirmişəm. Görürsünüzmü? Bunun qırağında hətta qırmızısı da var. Məsələn, bu formasıdır. Bu biraz yoğun form. Bunun qırağında isə biraz qırmızısı var. Bu yarpaqların yaşıl olan hissələri yeyilmir. Bunlar atılır.
Amma bu bitkinin özü məsələn bunu təmiz yuyandan sonra balaca bax belə doğrayırsınız. Bu bir dənəsi nə qədər olar? Təxminən olar 20 qram, 30 qram. Elə bu 2 dənəsi bir gündəlik normaldır. Bax bu 2 dənəsi. 2 dənəsi bax belə doğranılır balaca. Üstünə 2-3 stəkan, 3 stəkan olsa daha yaxşıdır. 3 stəkan su tökülür və blenderdən keçirilir və suyu gün ərzində içilir. Bu qədər sadə və effektiv. Və başqa bir qaydaları da var. Məsələn, bu bitkinin bax belə qabıqları soyulur, bax belə. Qabıqlarını soyub bunun ortası yeyilir. Bunu da eləyə bilərsin. Məsələn, bu qabıqlarında da təsir edici maddələr olduğundan biz bunu soyanda bu qabıqlarını atmış oluruq. Heyfdir. Məsələn, mən atmasını istəməzdim. Deyərdim ki, bunu təmiz yuyun, balaca doğrayın. Qoyun burada blenderdən keçsin. Gözəl turş məzə dadı olan bir şey olur. Bunu özünü necə saxlayaq? Bu da qayda var ki, biz bunu necə saxlaya bilərik? Bunu mən məsələn xəstələrimə bunu bir xəstəyə 4-5 kiloqram yazıram və hər gün deyirəm 50-60 qramını elə dediyim kimi 2 dənə bax bu qədərini götürür. Dediyim kimi balaca doğrayır, 3 stəkan suya qarışdırır, blenderdən keçirdir. Onu da elə süzə bilərsiniz, təzədən süzün. Suyunu gündə 3 dəfə için. İmkan varsa köklərini də yığdırın, qurudun, köklərini də dəmləyin, çayını için. Dediyim ki, bütün şiş xəstəliklərində, bütün istər prostata olsun, istər qadın xəstəlikləri olsun, istər bağırsaq, beyin şiş xəstəliklərinin hamısında bədəni toparlamaq üçün, bədən müqavimətini artırmaq üçün, şiş xəstəliklərinə ciddi reaksiya təsir göstərmək üçün gözəl bir vasitədir. Bundan rahatlıqla istifadə edə bilərsiniz. Allah hamıya şəfa versin, biz də içində. Yenə dediyim kimi, şərt deyil xərsəng olub da xərsəngin müalicəsində bundan istifadə olunsun. Hətta sağlam insanlar belə bunun özünün elə mən dediyim kimi şirəsini çəksin, içsin. Profilaktik olaraq şəkər xəstəliyinin müalicəsində gözəl təsir göstərir. Şəkəri ani salır. Böyrək xəstəliklərində, böyrək iltihabında, böyrək polikistozunda, böyrəklərin bütün iltihabı gedən xəstəliklərində, revmatizmalarda, əzələ ağrılarında, iltihabı gedən bütün xəstəliklərdə gözəl təsir göstərir. Yəni, məsələn, bu bitkin öyrənilib ki, tərkibindəki olan polisaxaridlər damarların içərisində genişləndirir, qanı durulaşdırır, beyinə qan axımını rahatlaşdırır və nə edir? Bizim beynimizin qidalanmasını da yaxşılaşdırır. Yəni, şiş xəstəliklərinin əleyhinə güclü təsir göstərən antioksidant bitkilərin hamısı tək elə şiş xəstəliklərinə görə yox, bütün xəstəliklərə müalicəsində gözəl təsir göstərir. Məsələn, bu tərkibində də zəngin U vitamini var və bu U vitamini mədə-bağırsaq xəstəlikləri müalicəsində də faydalıdır. Məsəl üçün, araşdırmalara görə mədəsində qastrit və yaxud da yara, bağırsağında yara olan insanların 100%-də deyərdim ki, U vitamini çatışmazlıqları var. O vitamini çatışmazlığını da aradan qaldıra bilərsiniz. Bax, bununla. Yəni, biz bu insanların fikrini başqa xəstəliklərimizə yönəltməyək. Ən çox bizim Azərbaycan insanını düşündürən şiş xəstəlikləridir. Və şiş xəstəliklərin dediyim kimi qorunmasında və müalicəsində rahatlıqla uşqun bitkisinin yaşıl zoğlarından və eyni zamanda dediyim kimi köklərinin dəmləməsindən də istifadə edə bilərsiniz. Köklərin dəmləməsi də belədir. Deməli, 3 orta xörək qaşığı kök götürülür, 3 stəkan suyun içərisində 5 dəqiqə zəif odda qaynadılır və iliq olanda süzülür. Gündə 3 dəfə, yeməkdən yarım saat əvvəl buna 1 stəkan içilir. Müalicə məqsədi ilə 600-700 qram kök alıb istifadə edə bilərsiniz inşallah. Selamun aleyküm və rəhmətullah və bərəkatuhu.